De test topluları, tapşırıqlar üzərində istəyirəm ki, dərsimizə davam etdirək. Məsələn, 2 nömrəli tapşırıqda deyir ki, birdən başlayaq da. Bir proqramın nəticəsini müəyyən edin. Proqramın nəticəsi dedikdə gördüyünüz kimi 2 dırnaq içində olduğuna görə bu sətir tipindədir. Python sözü də sətir tipindədir. 2 plus 2 plus y 2 Python olacaq. 2 Python. Çünki sətirlər yan-yana yazılır. Məsələn, şərt operatorunun düzgün yazılışını seçin. Əgər fikir verdinizsə, mən yəni birinci hissədə yazanda mütləq şərt operatorundan sonra qoşa nöqtə qoyulmalı idi. Mütləq şəkildə qoyulmalı idi. Amma burada normalda x bölü y yazılışında qoşa nöqtə olmamalıdır. Burada ya nöqtə vergül olar, ya da heç nə olmaz. Demək bu səhvdir. Doğru cavab isə burada B variantıdır. Çünki x bərabərdir 29-dursa qoşan nöqtə və yəni şərt ödənsə nə olacaq? X-ə y-ə x-ə y mənfi ediləcək. E, Belə. Amma bəs C variantda problem nədir? Qoşa nöqtə burada yox, burada olmalıdır. Bax, problem odur. D variantında problem nədir? Qoşa nöqtə burada olmalıdır. Şərtdən sonra burada olmamalıdır. E variantında problem nədir? E variantında problem odur ki, qoşa nöqtə burada yerindədir, düzdür? Amma x bərabər y içəridə olmalıdır. Baxın, bunun ən azından burada olmalıdır. O da bizim problemimizdir. D variantında. Demək doğru cavab oldu B variantı. Məsələn, gəlin 3-ə baxaq. Deyir ki, 18 ədədi çap edilərsə, yəni bu proqram fraqmenti icra ediləndə 18 ədədi çap edilərsə, de görüm hansı ədəd daxil edilib. İndi burada variantlar var. Biz variantlarla işləməliyik. Tutaq ki, mən 3 qoymuşam. 3. A-nın yerinə 3 qoysam, 3 7-dən böyükdürmü? Yox, şərt ödəməz və mən içəri girə bilmərəm. Çünki ona görə girə bilmərəm ki, bayaq da dediyimiz kimi, axı birinci mərhələni keçə bilmirəm. O zaman mən məcburam düşəm elsə. Elsə düşəndə deyir ki, elsin içində if var gördüyünüz kimi. 3-ü 3-ə böləndə qalta 0 edərmi? Bəli, edər. Ödəyər və 3-ü 3-ə vuraram və 9 eləyər. 18 eləməz. Deməli bu deyil. Bunu məsələn normalda variantlarla yəni tapır, amma variant olmasa belə 18 almasını gör nəyə vuranda. Ya bu ödəməlidir. Bu heç vaxt ödənməməlidir. Çünki ona görə ki, A-nı nəyə 8-i nəyə vursam 18 edər heç nə. Bəs yəni A-nı nəyə vursam 4-ü nəyə vursam 18 edər heç nə. Yəni 18 Üçlüydü. olması üçün bəli ya Böyle 12. bu ödənməlidir, ya da bu ödənməlidir. Bu ödənməsi üçün də normalda deməli biz burada 12 qoysaq 12 7-dən böyükdür. Hə. Şərt ödəyər. Girərəm içəri. 12-ni 2-yə böləndə 0 edir və 12 onu 2-yə bölən 24 edər. Demək bu da deyil. Cavab 6 olacaq da burada. 6 7-dən böyükdür. Yox, şərt ödəməyəcək. Ödəməsə mən artıq içəri girə bilmərəm və birbaşa bunun LC-sinə gedirəm. 6-nı 3-ə böləndə qalsa 0 qalarmı? Bəli, qalır. O zaman 6-nı 3-ə vurursam 18. Deməli burada 6 qoysaq, yəni burada A-nın yerinə 6 qoysaq, nəticəmiz 18 edər. Aydın oldu? Yani. Məsələn 4 Evet. tapşırığa baxaq. Y 7-dir. Y altdan böyütür, bəli, ödəyir. O zaman Y-in üstünə 3 gəlirəm. Yəni 7-nin üstünə 3 gəlirəm. Y artıq 10 olur. Və Y 1-dən böyütürmü? Artıq Y 7 yox 10-dur. 11-dən böyütür, bəli. Y-dən 3 çıxıram, ondan 3 çıxıram, 7 qalır. Cavab oldu 7. Sonra deyir ki 256 rəqəm simvolları hansı ardıcıllıq klaviaturuna daxil etmək ki, proqram sonra ekrana 256 çıxsın. Aha, baxaq. Hansı ardıcıllıqla olmalıdır? Deməli, A-nın yerinə deyir 6 qoy. A-nın yerinə qoyaq 6, qoyaq. B-nin yerinə qoyaq 2, C-nin də yerinə qoyaq 5. Deməli 6, 2, 5 və bunları toplayanda birinci C-ni toplayır. C 5-dir də 5. Sonra A-nı toplayır 6, B-ni toplayır 2. 562 olar. Bir şey də deyim sizə müəllimlər. Komandasını yanlış ki görürsünüz burada. Input klaviaturadan daxil etmək deməkdir. Yəni hər hansısa bir dəyəri klaviaturadan daxil etmək üçün input komandasından istifadə olunur. Amma burada bir məsələyə diqqət yetirmək lazımdır. Mən onu əvvəlcə gəlin proqramda yazım sizə göstərim. Məsələn, yazıram ki, e, A bərabərdir, yazıram input. Sonra mötərizədə yazıram ki, A-nı
A-nı daxil et. A-nı daxil et. B bərabərdir input. Input. İndi yazıram ki, B-ni bunu yazmaya da bilərəm, amma yazıram ki, daha belə deyim də aydın olsun. B-ni daxil et. Sonra yazıram C bərabərdir A plus B print C. Aha. Gəlin icra edək. A-nı daxil et. Nədir? Input 9 nədir qoymuşam burada? Input burada mötərizə olmalıdır. Hə. Baxaq. Nə problem var bizdə? B bərabərdir input. Bir nöqtədən sonra dırnaq qoyulmayıb ikincidə B-də. Hə, problem oldu, bəli. Diqqətdən qaçır, bəli. Ə, A-nı daxil et. İxtiyar bir A deyin zəhmət olmasa. Nə deyirsiniz deyin. Rəqəm deyək. Bəli. 7, Hı -hı. İndi B-ni daxil edək. 5, Və biz burada nə etmişdik? A ilə B-ni toplayılmışdıq, düzdürmü? Sizdə cavab nə verəcək? 12. Xeyr. Cavab Yo, verəcək. 7, 5. 7, 7, 5. 5. 7, 5. Bəli. Çünki input Dırnaq içində. komandasından sonra yox, Hə, input hə, komandasından sonra Input var orada. inputdan sonra biz ədəd yadıma düşdü. verirsək, proqram onu sətr kimi tanıyır. Amma indi gəlin bir fərqli bir şey yazım. Inputdan qabaq bir dənə İnt yazacaq onun önündə. bəli, int yazacağam. Ondan sonra Yazacaq. int yazandan sonra ədəd Həqiqi kimi. ədədlərə çevirir. Bəli. Int yazanda tam ədədə çevirir, float yazanda həqiqi ədədə çevirir. İndi A plus B. Gəlin 7-5-i yenidən daxil edək. A-nı daxil et 7, B-ni daxil et 5 və toplaqda yazdı 12. Yəni və yaxud da burada int əvəzinə float yazsam, float, bunu da float yazsam, o zaman həqiqi ədəd daxil edəcək. Yəni yenə də A-nı daxil et. Mən 7 daxil edəcəm. Onu 7.0 kimi tanıyacaq. Yəni həqiqi ədəd kimi. Aydındır. A-nı daxil et 7, B-ni daxil et 5, 12.0 verir. Çünki onu həqiqi ədəd çevirdi. Yəni input amma burada normalda STR yazsaq nə olar, yazmasaq nə olur? Yazanda da sətr kimi tanıyır, amma yazmaqla yazmamağın fərqi yoxdur. Hə, A-nı daxil et, edim də. Yenə həmin şeydir. 7, B-ni daxil et 5 oldu 7 5. Amma normalda burada sətr istəyirəmsə STR sözünü yazmaqla yazmamağın fərqi yoxdur. Yazma. Zaten onsuz da onu sətr kimi tanıyacaq. Yəni demək istəyirəm ki, əgər inputun qarşısında int olarsa, proqram onu sətr kimi tanıyır. Olmazsa, üzr istəyirəm, int olarsa ədəd kimi tanıyır, tam ədəd. Olmazsa sətr kimi. Bax, burada da fikir verilirsə, heç birinin qabağında int sözü yoxdur da. Yəni bunu sətr kimi tanıyacaq da. 256 olması üçün də nə daxil olmaq lazım? 256 almaq B üçün. variantı. D-də deyil. Deməli, onda birinci olmalıdır. Birinci C-ni toplayır. Düzdür? C, C-nin hə, C-də də C neçədir? 6. deməli 6. C normalda 5. onda E variantı 5, olmalıdır da burada müəllimlər. C, Düzdür? A, A-nın bəli. qiyməti 5, B-nin 6. qiyməti 6, C-nin də qiyməti 2. Birinci C-ni yazır axı 2, 2, sonra 6. A-nı yazır 5, sonra B-ni yazır 6. 256. Deməli doğru cavab olacaq E variantı. Aydın oldu? D olmalı, 256 olmadı axı mənim. B 262 variantı. oldu. B variantı olur müəllim onda da. B olur. Gəl Hə. müəllim. B 2, niyə? 6 isə C birincidir də, C Yox, 2-dirsə. bizdə nə deyir? Deyir klaviaturadan elə Hə. ədəd daxil etmək lazımdır ki, 256 çıxsın ekrana. Müəllim Elə C deyil. orada 6-dır da, 2 A-dır, 5 B-dir, C 6 elə deyil. Birinci yazılan A-nın qiymətini göstərir. İkinci B-nin, üçüncü C-nin. Bəli. İndi də orada bizə C, A, B deyirsə A variantıdır da, 6, 2, 5. Yox, ya müəllim, A variantı olsa B-nin qiyməti nədir? O bir dəqiqə B-nin məşəməsi nədir? qiyməti orada 5-dir.
Bax bu A'dır, bu B'dir, bu C'dir, Bəli. düzdür? O elə deyil də müəllim. Yox, bizdə 256 axı qiymət. O da A2-dir, B Deyir, deyir nəticə 3-dür. 256 çıxsın. Axırda 256 çıxsın. Ardıcıllıq nəticə C-nin üstünə A gəlib B gələndə 256 çıxmalıdır da. İndi normalda biz əgər A variantı olsa, birinci C-ni gətir. C nədir birinci? 5 deyil. Biz 5-i birinci yazacağıq. Sonra A 6-dır. Sonra B 2-dir. 562 çıxar axı cavabda. Cavabın 256 çıxmalıdır da. 200, birinci C-ni A plus B plus C yazmır axı bu. Birinci C-ni yazır axı. Axı sətirlərdə yan-yana yazır toplayanda. Bir dənə E variantındadır da 2 birinci gəlməlidir da normalda. Axı C-ni birinci toplayır. Baxın A-nın qiymətini burada A-nın qiyməti 5-dir müəllimlər. Düzdür? Bu B-nin E qiyməti variantı. yox, müəllim cavab C var. E variantıdır. E. E variantıdır. Bəli. Çünki C, A, B demir. C-nin qiyməti 2, A-nın qiyməti 5, B-nin də qiyməti 6. Yan-yana yazanda 256 çıxar da. E variantı. Tam aydın olmadı. Oldu, Müəllim, oldu. biz mənə aydın nə olmadı? O 256-da A neçədir? Cavab nəticə alsın. A neçədir? 2-dir. Burada, Bəli. burada müəllimə bu son nəticədir. Bunun A-sı, B-si yoxdur. Bəs Sadəcə indi biz durur. nə bilirik ki, birinci A, məsələn, A2-dir. Onu başa düşmədim. Məsələn, Baxın. Bir dənə mənə niyə yazıçı fikir verin. Aha, aydın olmadı nədənsə? zəhmət olmasa. Bax, A, B, C. Düzdür? Bəli. Yəni burada birinci yazılan A-nın yerinə qoyulacaq. İkinci yazılan B-nin, üçüncü yerinə yazılan C-nin yerinə qoyulacaq. Bəli. Sonra da bunları toplayacaq. Amma toplayanda birinci C-ni yazacağam. A-nı ortadan, B-ni sonra. İndi gəlin variant belə götürək, yaxşı. A variantı götürək. A variantını götürəndə 6. 6-nı qoyacağam A-nın yerinə. Düzdür? Hı. Burada axı ikinci B B'nin gəlir. yerine 2-ni 2. qoyacağam B-nin yerinə. 5-i də C'nin yerine qoyacağam de 5. C-nin yerinə. İndi bunu da toplayanda axı bizə CAB deyir. Birinci C-nin qiymətini yazmasan 5-i, ikinci A-nın qiymətini yazmasan 6-nı, Aydın üçüncü oldu. Hə, B-nin müəllim. qiymətini yazmasan Çox 562. başa düşdüm. Aydındır? Amma indi Bəli. burada normalda aydın oldu müəllimə? Bəli, Aydın, bəli, çox aydın. sağ olun. Aydın oldu. Bəli. 6 nömrəli tapşırığa baxaq. X5, Y8, Z9, X Y-ə bərabərdir. X bərabərdir 8-ə və Y də X-ə bərabərdir. Y də X-ə bərabərdirsə, X də 8 axı. Onda 8 oldu. o da 8. X Y-ə bərabərdirmi? Bəli, bərabərdir. O zaman X Birinci. çap olunur və normalda düşür girirəm içəri. Şərt ödəndə axı. X Y-dən böyükmü? Xeyr, 8-dir. O zaman LC-yə gedirəm, Z çap olunur. Olur cavab X-Z. Bu da A variantı. Aydındır? Bəli. Sonra bu keçmədiyimiz mövzudandır. Bu funksiyaları hələ keçməmişik. Bunlar sonra biz ancaq sırf şeydən danışırıq da şərt operatorlarından. Sonra x bərabərdir. Deməli, 2, 5-im 10, 18-ə birinci vurma həll olunur da. Sonra y bərabərdir. X-i 10-a böləcəm, 18-i 10-a böləcəm. Qalır 8, üstə 14 gəlir 22. X də bərabərdir. Y-i 10-a böləcəm. Y-im nədir? 22-ni 10-a böləcəm. Tam isə 2-dir. Üstünə də 3 gələcəm. Oldu 25. X-dan Y çıxacam. 25-dən də 22 çıxacam. Yox, nəsə düz getmədi. Bir dəqiqə baxaq. Yox, toplamanı düz eləməz Razım müəllim. Dur, bir Y dəqiqə baxaq. bölək, Y-in qiyməti neçə oldu? Orada 2-ni səhv 5-ə getdi. vurdum 10, 18. X-im 18-dir. 18-i 10-a böləcəm 8, 14 də gələndə 22. 22. Y-i 10-a Səhv böləcəm, orada. 22-ni 10-a böləcəm 2, üstünə 3 gəlir 5. 5. Ha, səhv oradaydı. X-dən də Y, hə, 5-dən də 22 çıxanda eləcə -17 Y variantı. Aydındır. Bəli. Bəli. İndi buna baxaq, şərtə baxaq. X 15-dir. 15-i 3-ə böləndə 0 edir, bəli. Bəs 15-i 2-yə böləndə 0 edir, yox. And olduğuna görə şərt ödənməmiş sayılır. Ora olsaydı, biri ödənsə bəs. Mən bunu görmürəm artıq. Çünki mən axı birbaşa düşürəm LC-yə.
İçəridə nələr baş verir mənim üçün artıq görmürəm. Artıq o qapı mənə bağlanıb. Onda print x-i çap elə 15 çap olunur. İçəridə proses görmürəm artıq. Sonra 125 qoyub yerinə 120 y bərabərdir. 125-i 100-ə böləndə qalıq olacaq 25. Düzdür? Hı hı. 2 ilə vuracam 100-ə. 2 ilə 200-üm 200. Üstünə y ilə 225. Y-imiz oldu 225. X y-dən böyükdürmü? X-im nə idi mənim? X-im 125 idi. 125 225-dən böyük yox. LC'yə düş, y çap elə, yəni 225-i çap elə. Cavab oldu A variantı. Sonra x-ə 22 qoymuşam. 22-ni 2-yə böləndə qalıqda 1 edir, etmir. Yox, şərt ödənmir, amma hələ də ümid var. Çünki ənd olsaydı əlim üzərdir. Amma or var axı. 22-ni 3-ə böləndə alınan tam hissə 5-dən böyükmü? Bəli. 22-ni 3-ə böləndə 7 edir, o da 5-dən böyükdür. Şərt ödəndiyinə görə mənim şərtim ödənmiş sayılır. Çünki ordur. Y bərabər x-i 2-yə vur. X də 22 idi də. 22-ni 2-yə vurda 44. X bərabər x plus y. X-im artıq mənim 22 idi. Y-im də 44-dür. Düzdürmü? Son cavab. Bu da eləyər nə qədər? 22, 44, 66. Bu el 66. artıq mənə maraqlı deyil. Buna baxmayacağam. Bu x bərabərdir, x minus 5 var ha mənimlə. Bu sərbəst həddir. Bax, gördüyünüz kimi nə if-dən içəridə deyil, nə else-dən içəridə. Yəni, heç birinə tabe deyil. Deyir ki, hansınız ödənsə, axırda məni görməlisiniz. X-dan 5 çıxacam. 66-dan da 5 çıxanda edir 61. O sərbəst həddir. Mənfi 12 qoyaq burada. ABC mütləq qiymət deməkdir, modul deməkdir. A-mız olur mənfi 12. Mənfi 12, yəni ABC A. Mənfi 12 müsbət 12 böyükdürmü ondan? Hə. Şərt ödənir. Bəs 12-ni 3-ə böləndə qalıqda 1 edirmi? Etmir. Etmədiyinə görə də artıq içərini mən görmürəm və birbaşa düşürəm LC-yə Else 13. print A'nın üstünə gəlir. Bəli, O da mənfi mənfi 13 üstünə 9. 3 gəlirəm, mənfi 9. Əgər print ABC A üstə gəlsə 3 yazılsaydı, mənfi 12-ni müsbətə çevirərdi, toplayıb 15 yazardı. Hmm. Deməli, import mat riyazi modul əlavə etməkdir. Ümumiyyətlə, import əlavə modul qoşmaqdır. Müxtəlif orada modullar var da, statistik modullar, riyazi modullar. Matematik, yəni riyazi modul qoşmaqdır. Sıqırtı SQRT kökalmadır. Sıqırı olanda, axırı T ilə qutaranda kökalmadır. Axırı R ilə qutaranda deməli kvadrata yüksəltmədir. N bərabərdir 25, SQRT N, yəni kök altında 25 deməkdir burada. Kök altında 25-dən də çıxar nə? 5.0 çıxar. Bir şeyə diqqətli olaq, xahiş edirəm. Tutaq ki, məsələn, burada A var, məsələn, D variantında verir ki 5, E variantında verir ki 5.0. Biz E-ni götürəcəyik. Kök altı çıxırsa, həqiqi də çıxır. Aydındır? Int formasını götürməyəcək. O halda int formasını götürərdik ki, onun mötərizəyə qalıb qabağına int yazardılar. Sonra istəmirəm hansını mən həll edim. Deyirəm, siz də təbii ki, evdə baxarsınız. A-mız 11, B-miz 9, C-miz 10. A B-dən kiçikdirmi? Xeyr, 11 9-dan kiçik deyil. Şərt Onda ödənməz düşürük birbaşa Else'yə. mecliyə. Else'yə. Buradakılar artıq mənə maraqlı olmadı. Bəli. C C A-dan böyük. böyükdürmü? Xeyr. Bu da Onda yenə də düşürük ödənmir. ifə. İfə Onda yox. gəldim bura. A B-dən kiçikdirmi? A-mız nə idi bizim? 11 9-dan kiçik. Yenə Xeyr. də ödənmədi. O da Düşürəm Else. C-yə. C-nin üstünə 10 gəlirəm. C nə idi orada? C 10 idi. 10 üstə 10 gələn 20. Düzdür? İndi A, Hı B, hı. C. A-mız 11 kimi qaldı. Dəyişmədi ki, B-miz 9, bir dənə dəyişən C oldu. 11 9 20, bir dənə C dəyişib. 20 edir 40. Cavab Y variantı, D variantı. Klaviaturdan 6 daxil olunur. 6 3-dən Üst böyükdür. eləyər yəni mənim olsa. Yəni 12 və LC-yə düşmədim. Amma iflər həmişə yoxlanılmalıdır. 6-nı 2-yə bölündə 0 edirmi? Bəli. H bərabərdir. H da nədir? Y-i 3-ə vururam, bəli. Y mənim artıq neçədir burada Y-im? 6 idi da. 6 12-dir də, 12. Y-i 3-ə vururam, 12 3-ə vururam 36 və normalda LC-yə düşmürəm. Print H, H tapdım 36. Aydın müəllimlər. Məncə çətin olmaz. Gəlin Bilməm. baxaq 31-ə. A İfə. -6, B6. A plus B cəmi 0-dan böyük bərabərdirmi? Müxtəlif işarəli iki ədədin cəmi 0-a bərabərdir. -6 müsbət aldı 0.
Sıfır sıfırdan böyütür amma bərabər ödəyir deyə sıfır çap olunur. Gəldim bura. A B-dən böyütürmü? Mən Tam bir. 60 düşdüm LC-yə Hayır. çap olunur. Olur 0,2. Çap olundu. Bir dənə də incə məqamı deyim sizə. Gördüyünüz kimi bu end komandası o deməkdir ki, qiymət soluna yazılır. Bax, ola bilsin ki, məsələn, A variantında verər 0,2, B variantında verər 0,2. Əgər end varsa, A-nı götürəcəksiniz. Yox, burada end yoxdursa, A-nı götürməyəcəksiniz, B-ni götürəcəksiniz. Çünki hər print alt-alta çap edilir. Yan-yana çap etmək istəyirsə, onun qarşısına sonuna end yazmaq lazımdır. Yəni bax, inanmıram ki, belə xırdalıqlara gedərlər, amma bilmək olmaz da işimizi ehtiyatlı tutaq. 7 qoyduq. 7-ni 2-yə bölündə qalsa 0 edir? Yox. Birbaşa Demək LCM. müəllim, end olanda, end olmayanda, end olanda yana-yana gedəcəyik. End olanda yan-yana, Yazılır. olmayanda alt-alta. Bəli. Tamam. Gəldim LC'yə. En 7-dir. 7 sıfırdan böyükdür? Bəli. Bəs 7-nin 3-ə bölündə 0 edir? Yox. Or olsaydı ödəyərdi. Əndsə birbaşa ödəmir LC'yə düşürəm. No-nu çap edir. Sağ olun, no. Aydındır müəllimlər? Bəli müəllim. Aydın. 15. 15 ondan böyükdürmü? Hə. Bir çap olundu. 15-i 2-yə böləndə, baxın, bu şəkildə fərqli deməkdir. Sıfırdan fərqlidirmi? Bəli. 15-i 2-yə böləndə qalx 1 qalır, düzdür? Sıfırdan fərqlidir, bəli. Şərt ödü, sıfır çap olundu. Və normalda baxın, end olmadığına görə necə 1, 0, 6, 6 olur. Görürsünüz. Amma end olsaydı, bax belə olardı, yan-yana olardı. Hmm. Bəli. X oldu mənfi 9. Mənfi 9-u 3-ə böləndə qalıqda 0 qalır. Bəli. Bəs mənfi 9-u 2-yə böləndə qalıqda 1 qalır. Hayır. Qalır. Mənfilərin bölməsi fərqlidir axı. Mənfi 9-u 2-yə böləndə tam hissə 5 düşür. Mənfi 9-u 2-yə böləndə mənfi 5 Düşürüyor. düşür, 1 qalıq qalır. Mənfi 5-i 2-yə böləndə mənfi 10, müsbət 1 yenə 9 eləyir. Mənfi 9 eləsində eləyir. 1 qalır. O şərt ödəndiyinə görə ABC X, ABC mütləqdir. 9 böyütür 1-dən hə. Bəs mənfi 9 hə, onda print X plus 1, mənfi 9-da 1 yenə mənfi 8 eləyəcək A variantı. Baxın, mən bunu sizə bir şey göstərim. Deyirəm ki, A bərabərdir mənfi 9. B bərabərdir A faiz. 2-yə bölürdük. 2-yə bölürdük də deyəsən 2. C bərabərdir A tam bölünsün 2. İndi yazıram print A yox B. Mənfi 2'ye bölürdük. Yoksa müsbət 2'ye. Bence mənfi 2'ye bölürdü ya. Mənfi 2 deyil baxın mənim. Bence mənfi 2. Yox, müsbət 2 idi. Müsbət de ha. Print B. Print C. Hı hı. 9'u demək böldük. Mənfi 9-u bölürəm 2-yə. Görək tam isə nə olacaq? Print B. 4. Ee, deməli, Şeydi oradaki. tam hissə mənfi 5-dir bax. Mənfi 5 qalıq da 1-dir. Niyə elə eləyir? Bax, mənfi 9-u bölürəm 2-yə. Mənfi 5 düşür, 1 qalıq qalır. 2-ni mənfi 5-ə vuran nə edir? Mənfi 10, üstünə də qalığı gələndə mənfi 9-u versin də. Yəni mənfilərdə biraz fərqlidir də. Normalda fərqlidir. 9'u niyə 2'ye böləndə müəllim 5 elədi ki? Müəllimə 9 deyil, o mənfi 9-dur. Aa, görmür. Bəli, Başlayın. mənfi 9-dur. Hı hı. Məncə şərt operatorları elə də çətin deyil. Yəni bunları işləmək olar. Burada əksəriyyəti mən yazdım. Nə qədər tapşırıq var? Səhv eləmirəmsə 100 dənə olmalıdır. 100 dənə.
96, hə, 100 dənə. 99, tamına 100 dənə. İnşallah bizim bir də dərsimiz 5-ci gün, birinci gündür də. Azdır vaxt. Siz birinci günə qədər 100 dənə məncə işləyə bilməyəcəksiniz. Birinci günə qədər yox, beşinci günə qədər vaxtımız var. Bu gün Bu birinci ikinci gündür. gündür Bu gün Azim abi. birinci gündür. Hə. Bəli, Birinci gündür. Günə qədər, bəli. 5-ci günə qədər vaxtımız var. Bacardığımız qədər işləyək. işləyərik, amin. İnşallah ən çətin dərsimiz çətin yox, uzun. Gələn dərsdir. Çox güman ki, onu 2 dəfə keçəcəyik. Pythonda funksiyalar zətlər çoxdur. Onsuz da o funksiyaları tam qurtarmayınca biz funksiya testlərinə girə bilməyəcəyik. Nə işləyərsiniz, işləyərsiniz. Təzə dərsi keçərəm, təzə dərs testlərini vermərəm. Və davamlı işləyərsiniz. Növbəti dərsi inşallah təzə dərsi qurtarıb keçərik onun misallarını, çalışmalarını. İnşallah. Əlavə sualınız varmı? Buyur. Gəlin, işləyək görək. Sağ olun. Sağ Gecəniz olun. xeyrə. Gecəniz Sağ yenə ol, qalsın. xeyrə qarşı.